Mən Lalə xanıma da qulaq asmanı xoşlayıram və Lalə radioda oxuyanda mən çevirməm radionu. Bax, o fikriniz bir mənalı Bir qarşılanmadı. dənə sadəcə olaraq, məsələn, elə mahnıları var ki, Lalənin səs mahnısı var, Vüqar Camalzadə yazıb. Mənim ürəyimə yağ kimi yayılır. Məktəb illəri gözəl oxuyub. Sadəcə olaraq, birincisi çox mahnı oxuyur, çox mahnı oxuyur. Bax, məsələn, Flora xanımın fonda baxasan, 500 dənə mahnısı varsa, onun 100 dənəsi yağbalıdır, 400 dənəsi dəxli yoxdur. Hamıdan oxuyub. Amma Şövkət xanıma 100 dənə mahnı oxuyub, 100-ü də bal mahnılardır. Çox mahnı oxumaq da bir şey deyil. Mən sadəcə Natabanı dedi Lalə xanım. Mən dedim ki, Nataban özüdür. Lalə xanım Brilliant Dadaşovadır. Sənətə başlayanda kopirovka ilə başlayırsan, mən eynən Eyüp müəllimi yamsılamışam, eynən Hacı babanı yamsılamışam, eynən oxumaqdayım. Uşaqlığımdan birinci tacirlə başlamışam. Sevgilim ləvlərin yaquta bənzər, sərasər işləri dürdanədəndir. Bu normal haldır. Əgər indi gəlib özümü tapmışamsa, deməli buna can atmışam. Bir ara 2004-cü ildə radioda mahnı gelirdi. Ayaz oxuyurdu, Elton oxuyurdu, Nurlan oxuyurdu. Hamı bir-birini oxşuyurdu. Eynən, bir vaxt var idi, yadımızda Zami heç seçmək olmurdu. Elton da onu vurğulayıb orada. Demir ki, yəni Lalə xanım Brilliant adam. Yox, ilkdə yəni ki, bunu hamımız bilirik də. Yəni hətta qulaqasırı deyirdi Lalədə, yoxsa Brilliant Mənim orada deyilişim konkretləşdirim. Həm də Laləyə bir, həm Ərkiyana, həm də bir dənə belə ultimatum idi ki, yəni səndə o potensial var. Amma bugün Lalə Məmmədov özü deyilmi? Yəni bugün də Bugün Lalə Məmmədov özüdür. Həm də onu göstərdim ki, sənətə kopirovka ilə, yəni yamsılamaqla gəlmək eyib şey deyil. Bu sənətin başı. Amma seçimi deyirsənsə, mən Natabanı seçərəm. Çünki özüdür ona görə. O görsən, iki də mikrofon düzü gəlmir. Biri fonoqramdır, biri canlıdır. Və təşəkkür edirəm fikrinizə görə. Toma xanım, siz orada anidən bir qoluna vurdunuz. Nənəm kimi yəni dinmədə. Yəni dinmə ilə reaksiyası verdi. Əslində verilişə gedərkən mən Eltona dedim ki, sən bugün də sussan, mən çıxıb gedəcəm. Danış. Başa düşdüm ki, danışmaq lazımdır. Çünki həqiqətən bu qədər biz bəlkə 15 ildə Elton bütün verilişlərə çıxır. Özü canlı ansambllə, musiqiçilərlə təkrar olunmaz gözəl əsərləri bənzərsiz ifa edir. Amma heç bir saytda yer almır, göstərir, maraqlı deyil. Amma görürsün ki, kəlmə danışıb, yəni 3 gün keçib verilişdən hələ də bizə o sılqalar atılır. Deməli, budur da, pajolsta. Yəni budur. Yox, deməli, bu normal psixologiyadır. Orada da dedim, gəl, mən dedim əvvəldə, amma da çox... Mən dedim, vur sən öldürdün, hə? Biz burada nə oxuduqsa, canlı baxırlar, hamı eləcə deyir. Sonra onu qoy bir də bax, yəni nadir olan şeylər. Amma söz, tamaşaçıya da bir şey də maraqlıdır. Heç vaxt tamaşaçını aldatmaq olmayıb, yəni. Elin gözü tərəzi olub. Tamaşaçı təbiiliyə üstünlük verir, süniliyə yox. Əgər bir şey təbiidirsə, gözəldir.